Valla bilirsiniz ki mən əslən Türkiyə ədəbiyyatına o qədər təbəxürüm yoxdur. Bizim elə dilimiz türküdür da, danışığımızdır və yazımızda ki, türkü dəyildi. Mənim də ki, tip şair dedim, patoloji ilə əlləşirdim. Ondan sonra da ki, Farsının şairi dərəcəyi əvvəl idim ki, mən onu ehya edirdim. O vaxt sonra ki, anam gəldi, yenə təzədən türkləşdi oxu. Azərbaycani gəldi ki, da türkünü də qatdım Farsiyə, türkü ilə də şeir dedim. Mərlə mənim heç türkü şeirim yoxudur təqribən, çox azdır. İndi elə türkülərim də özü bir divan olar. Seyf olsun ki, sizin sininiz az deyil, o qədim türkün də aradan gedib. Biləsiniz bizim türkülərdən nə qıssələr var idi. Heyf olsun mən anam. Hey dedim yazaram, himmətim olmadı. O qədər şey. Əslən qısse-i mənzum hepsiydi ki, belə dünya ləzzət adam olardı. Özləri ilə apardılar, bizdə də o şuur olmadı. Yəni dilimizi əvvəldən qoymadılar. Heydər baba o qədər sadə, əsil, əcib Türk dili xüsusiyyətlərini daşıyan şivə ilə yazılmışdı ki, tərcüməsi qeyri-mümkün oldu. Dilə tərcüm olar. Heydər baba hələ çap olunmamış dilə dişə düşdü. Fars dillilər onu oxuyub başa düşmək üçün Türk dilini öyrənirdilər. Ağay Cəmazzadə yazmışdı ki, fəqət Heydər babanın qanmağa türkü oxuram. Türkü özgəşirəm ki, Heydər babanın. Bilməm ki, şəray bahar idi. Məndən türkü oxurdu ki, görkədənimiz. Yavaş-yavaş müəyyən cəbhələr özünü Heydər baba axını ilə üzbəüz gördülər. Birincisi, Türk dilini qadağan edən Şah hökuməti Heydər baba ilə mübarizəyə başladı. Azərbaycan milləti ölməz bir millətdir. Nəyə? Qabağın almaqla olar. Gördün ki, 50 il qabağın aldılar, biraz da şişdi. Heydər baba kimin şeir verdi, Səndiyə kimin şeir verdi. Bunlar hamısı o əksül əməl idi ki, Türklük bizim Azərbaycanlılıq qovmiyyətimiz göstərdi. Uğur bilirsizlər, hamısı məhv olar gedər, amma Heydər baba, yolum səndən kəc oldu. Ömrüm keçdi, gələnmədim, gec oldu. Heç bilmədim gözəllərin necə oldu.